16 yaşım var idi. Məktəbə gedirdim, amma oxumurdum. Oxumamağımın səbəbi isə imkanımızın olmaması idi. O ərəfələrdə kəndimizdə bir oğlan məni görüb bəyənmişdi. Anasına məndən bəhs edib və elçi gəlmələrini istəyib. Hər gün məni görmək üçün məktəbimizin qabağındakı marketə gəlib mənə baxırdı. Hiss etsəm də ona baxmırdım, düz gəlib düz gedirdim. Bir müddət tətil oldu. O zamanlarda qonşu yoldaşı ilə bizə gəldi və anamla söhbət etdilər. Anam məni yanına çağırıb dedi ki, səni oğullarını istəyirlər. Mən isə istəmirdim. Anası isə həmişə məni pisləyirdi ki, iş görə bilmir, amma indi gəlib məni istəyirlər. Məhərrəmlik ayı çıxandan sonra yenə də gəldilər. Atam anam məndən soruşdu, cavab isə istəmirəm dedim. Məni məktəbdə görən oğlanın atası anası elçi gəldi. Atam evdə olmadığı üçün dedilər ki, yenidən gələrsiz. Bir həftədən sonra gəldilər. Böyüklərin və mənim razılığımla hə verildi. Bir aydan sonra nişan etmək istədilər. Biz də razılaşdıq. Nişan günümüz də çox gözəl keçdi və çox xoşbəxtəm. Həyatımda ən dürüst insanı sevirəm. 18 yaşıma az qalıb, onun isə 25 yaşı var. Yaxşı ki, valideynlərimə qulaq asıb hə dedim. İndi çox xoşbəxtəm. 4 aydan sonra toyumuz olacaq.